Təsəvvür edin ki, sizə ən çox təsir edən, hər gün misralarını pıçıldadığınız ən sevdiyiniz şair və ya yazıcı Hə, yəni sizin üçün çox dəyərli olan biri. düzdür. Və həmin o adam sadəcə qurduğu cümlələrə, istifadə etdiyi lüğətə və ya arzuladığı mədəni birliyə görə bir gecənin içində dövlət tərəfindən xalq düşməni elan edilir. Yəni sizin üçün adi bir sevgi şeiri və ya vətən şeiri olan sətirlər dövlət aparatı üçün birbaşa edam hökmünə çevrilir. Özü də dərhal kitabları yığışdırılır, adı hər yerdən silinir. Tamamilə. Hətta onu xatırlamaq, onun adını çəkmək belə sizi həbsxanaya apara biləcək bir cinayətə çevrilir. Yəni bu hansısa bir, belə deyək, distopik romanın süjeti deyil. Bu doğrudan da bizim coğrafiyada baş vermiş ədəbiyyatın, dilin, sanki bir kütləvi qırğın silahı kimi görüldüyü qorxunc bir reallıqdır. Və biz bugünkü dərin təhlilimizdə məhz bu tarixi qasırğanın pərdə arxasına səyahət edəcəyik. Çox ağır mövzudur sözün düzü. Elədir. Əlimizdə çox dərin bir tədqiqat işi var. Doktor Aybəniz Əliyeva Kəngərlinin türk dilinə də tərcümə edilmiş Azərbaycanda Romantik Türkçülük adlı çox əhatəli monoqrafiyasıdır mənbəmiz. Bizim burada əsas məqsədimiz odur ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda ədəbiyyatın sadəcə sənət deyil, eyni zamanda böyük bir milli oyanışın necə təməl daşına çevrildiyini görək. Və sonra da, yəni bu möhtəşəm mədəni irsin 10 illiklər boyu ideoloji senzura tərəfindən, belə deyək, necə darmadağın edildiyini təhlil edək. Bəli, və təbii ki, daha sonra tarixə vurulan o çirkin damğaların necə təmizləndiyini də müzakirə edəcəyik. Burada bir vacib məqamı dinləyicilərimiz üçün dəqiqləşdirmək istəyirəm, icazənizlə. Təbii, buyurun. Kəngərlinin araşdırmasında bəhs edilən o siyasi cəryanlar var, ha. İstər əsrin əvvəllərindəki türkçülük, istərsə də sonraki Sovet sosializm ideologiyaları. Hə, o ziddiyyətli cəryanlar. Ay, sağ ol. Biz onları kimsə ittiham etmək və ya bəraət qazandırmaq üçün müzakirə etmirik. Bizim məqsədimiz heç bir tərəfi tutmaq deyil. Biz sadəcə mənbədə müəllifin qeyd etdiyi ideyaları tarixi fakt kimi, yəni cəmiyyəti formalaşdıran və ya məhv edən qüvvələr kimi olduğu kimi sizə çatdıracağıq. Çox vacib bir qeyd idi bu. Doğrudan da əsas məsələ prosesin, yəni bu mexanizmin necə işləməsini anlamaqdır. Gəlin elə lap əvvələ qayıdaq. Hər şeyin başladığı o qarma-qarışıq və fırtınalı dövrə, yəni 20-ci əsrin əvvəllərinə. O dövr həqiqətən qaynayırdı. Elədir ki, var. Xüsusən də Azərbaycanda neft sənayesi sürətlə inkişaf edirdi, cəmiyyət modernləşirdi. Amma ortada çox böyük bir kimlik böhranı var idi. Yəni təsəvvür edin, siz eyni şəhərdə yaşayırsınız, eyni dili danışırsınız, amma özünüzü necə adlandıracağınızı bilmirsiniz. Hərə bir ad deyirdi özünə. Bəli. Bəziləri özünü sadəcə müsəlman adlandırır. Bəziləri Rusiya imperiyasının verdiyi adla Tatar və ya Qafqaz Tatarı deyirdi. Və məhz bu xaosun ortasında mətbuat sadəcə xəbər yaymaq üçün deyildi artıq. Mətbuat millətin kimliyini formalaşdırmaq, is-kimlik sualına cavab tapmaq üçün böyük bir laboratoriyaya çevrilmişdi. Və o laboratoriyanın tən ortasında da kim var idi? Əlibəy Hüseynzadə. Düzdür. Onun rəhbərliyi ilə çıxan Həyat qəzeti, ardınca isə o məşhur Füyuzat jurnalı. Yəni hər şey oradan başlayır. Baxın, bu nöqtə çox həlledicidir. Çünki Əlibəy Hüseynzadənin o vaxt etdiyi şey sadəcə qəzet çıxarmaq deyildi. Yəni o elmi və ədəbi arqumentlərlə sübut etməyə çalışırdı ki, bu xalq türkdür və biz sadəcə kiçik bir yerli icma deyildik. Biz böyük bir mədəniyyət arealının parçasıyıq. Yəni Füyuzat sadəcə bir dərgi deyildi, bir məktəb idi. Tamamilə elədir. Özü də fəlsəfi bir layihə idi və təsadüfi deyil ki, bu hərəkat o vaxt Rusiya imperiyasındakı bütün türk müsəlman ziyalılarının lideri hesab olunan İsmail Qaspıralının çox böyük diqqətini çəkmişdi. Hə, Qaspıralın məsələsi çox maraqlıdır mənbədə. Yəqin ki, onun o məşhur şüarını eşitmisiniz. Dildə, fikirdə, işdə birlik. Əlbəttə, bugün də çox istifadə olunur. Bax, o şüarın müəllifi Qaspıralı Həyat qəzetini ilk dəfə əlinə alanda sanki illərlə həsrətini çəkdiyi ideyanın gerçək varisini tapmış kimi sevinir. Hətta onlara xüsusi bir təbrik məktubu da göndərir. Yəni, fəaliyyətlərini çox yüksək qiymətləndirir. Yaxşı, gəlin bunu bir qədər açaq. Çünki mənbəyə baxanda görürük ki, Qaspıralı o məktubda heç də təkcə tərif yağdırmır axı. Düzdür, orada çox ciddi bir tənqid də var. Hə. Yəni, konseptual bir fərqlilik var ortada. O yazır ki, təqdir edirəm,
Amma dilinizi biraz daha sadələşdirsəniz, yəni avam, sadə xalq arasında da daha çox yayılmağa səbəb olar. Çünki füyuzatın dili həddindən artıq ağır, ərəb və fars sözləri ilə dolu idi. Bəli, qəliz bir Osmanlı türkçəsinə meyilli idi. Bax, burada mənim beynimdə bir sual yaranır. Bizim dinləyicilərin də yəqin marağına səbəb olar. Əgər Əli bəy Hüseynzadənin əsas dərdi, belə deyək, xalqı oyatmaq idisə, niyə kütlənin, yəni Bakı və ya Şuşa küçəsindəki sadə insanın başa düşməyəcəyi qədər elitar bir dil seçirdi? Çox məntiqi sualdır. Yəni bu, universitet səviyyəsindəki bir fizikadan istifadə edib, birinci sinif şagirdinə riyaziyyat öyrətmək kimi bir şey deyilmi? Kənardan elə görünür, amma burada ən heyran edici məqam odur ki, Hüseynzadənin məntiqi tamamilə başqa bir fəlsəfəyə dayanırdı. Baxın, Qaspıralı işləyirdi ki, dildə üfüqi bir birlik olsun. Üfüqi birlik deyəndə nəyi nəzərdə tutursunuz? Yəni, məsələn, İstanbuldakı bir faytonçuyla Bakıdakı və ya Kaşqardakı bir sənətkar eyni dildə asanlıqla danışa bilsin. Dili xalqın səviyyəsinə endirmək istəyirdi. Amma Əli bəy Hüseynzadə məsələyə vertikal, yəni şaquli baxırdı. Aha, yəni aşağıdan yuxarıya doğru. Tam olaraq. O inanırdı ki, qüdrətli bir millət olmaq üçün mütləq şəkildə elitar, yüksək, belə deyək, aristokratik bir Turan ədəbi dili olmalıdır. O dili sadələşdirmək istəmirdi. O inanırdı ki, xalqın təhsili, intellektual səviyyəsi bu yüksək dilə doğru dartılıb qaldırılmalıdır. Wow. Yəni dili bayaqlaşdırmaqdan qorxurdu. Bəli, o istəyirdi ki, bütün türk ziyalıları fəlsəfi, dərin düşüncələrini ifadə edə biləcəkləri yüksək bir platforma yaratsınlar. Lığına qaldırmaq istəyirdi. Çox maraqlı yanaşmadır. Bilirsiniz, mən bu mənzərəni həmişə nəyə bənzədirəm? Sanki iki fərqli dahi kino rejissoru var və eyni problemi fərqli metodlarla ekranlaşdırırlar. Gözəl müqayisədir, davam edin. Bax, bir tərəfdə Molla Nəsrəddin məktəbi və Cəlil Məmmədquluzadə dayanır. O sanki kamerasını götürür, girir birbaşa kəndin palçıqlı küçələrinə. Düz xalqın içinə. Hə, heç bir bəzək-düzək yoxdur. İnsanların danışdığı ləhcəsində, onların səhvləri, cahillikləri ilə onları qatı, kəsici bir sarkazmla lentə alır. Digər tərəfdə isə Füyuzat məktəbi və Əli bəy Hüseynzadə dayanır. O küçəyə düşmür. O qapalı bir studiyada çox epik, belə qürurverici bir tarixi filmin dekorasiyasını qurur və xalqa böyük keçmişini çox ağır, bəzəkli bir dillə təsvir edir. Və hər ikisinin də məqsədi eynidir əslində. Düzdür, hər ikisi yuxuda olan xalqı oyatmaq istəyir, amma alətlər daban-dabana ziddi. Və biz bilirik ki, Molla Nəsrəddin jurnalında Cəlil Məmmədquluzadə Füyuzatın bu ağır dilini amansızcasına tənqid edirdi, ələ salırdı. Bəs bu qədər ziddiyyət varkən necə bir yola çıxırdılar? Bax, əsas tarixşünaslıq baxımından manipulyasiya edilmiş yer də məhz buradır. Kəngərlinin monoqrafiyasından öyrənirik ki, Sovet dövründə 70 il ərzində dərsliklərdə bu iki məktəb, yəni Molla Nəsrəddin və Füyuzat, qəsdən bir-birinə qatı düşmən kimi təqdim olunurdu. Yəni onları qütbləşdirirdilər. Bəli, Sovet ideologiyası Molla Nəsrəddini xalqçı, tərəqqipərvər, demokratik adlandırırdı, Füyuzatı isə burjuaziya nökəri, gerici və zərərlidir cəryan kimi damğalayaraq təcrid edirdi. Lakin sənədlərə baxanda tam başqa bir mənzərə görürük. Cəlil Məmmədquluzadə Əli bəyin dilini sərt tənqid etsə də, onun şəxsiyyətinə və fəlsəfi zəkasına çox dərin bir hörmət bəsləyirdi. Doğrudan. Amma dərsliklərdə bizə həmişə onları düşmən kimi öyrədiblər. Tamamilə səhvdir. Məsələn, Cəlil Məmmədquluzadə xatirələrində yazırdı ki, Əli bəy kimi böyük mütəfəkkirin onun haqqında dediyi tərifli sözləri heç vaxt yaddan çıxarmır. Hətta Molla Nəsrəddin jurnalında Əli bəyin bir karikaturası çap olunmuşdu. Orada Əli bəy gündüz vaxtı əlində fənər, şəhərdə gəzir və altında adam axtarıram yazılıb. Bir dəqiqə, bu ki o məşhur Diogenin hekayəsidir. Ay sağ ol, məhz qədim Yunan filosofu Diogen. Yəni Mirzə Cəlil bu karikatura ilə Əli bəyi ələ salmırdı. Əksinə, onu cəmiyyətdə həqiqət axtaran, kütlənin cahilliyindən uca duran bir filosof kimi, belə deyək, qəbul etdiyini göstərirdi. Çox maraqlıdır. Deməli, Sovet tarixşünaslığı əməlli başlı manipulyasiya edib. Bəli.
Bu iki cərəyan düşmən deyildi. Onlar sadəcə eyni dağın iki fərqli zirvəsi idilər. Biri lokal realizmlə, o biri isə daha qlobal umumtürk məfkurəsi ilə eyni hədəfə xidmət edirdi. Aydındır. Deməli, rejim sadəcə tarixi yenidən yazmırdı, həm də ziyalıları süni şəkildə bir-birinə düşmən edirdi. Və bax bu manipulyasiya bizi gətirib çıxarır bu təhlilimizin ən sarsıdıcı, ən qaranlıq hissəsinə. 1920-ci illərin sonu və 30-cu illərin repressiyalarına. O illər həqiqətən əsl bir kabus idi. Bəli. Yəni o füyuzatın göylərdə uçan romantik xəyallarından birbaşa gəlib çırpılırıq Sovet reallığının soyuq, qanlı beton divarlarına. Bolşeviklər sistemi qurandan sonra ədəbiyyat artıq sadəcə sənət deyildi. Ədəbiyyat dövlətin, partiyanın itaatkar alətinə çevrilməli idi. Sənət üçündür, qadağan olundu, sənət proletariat üçündür şüarı gəldi. Bəli. Bəs yaxşı, bu senzura mexanizmi konkret olaraq necə işləyirdi? Çünki biz bilirik ki, romantiklər dərhal hədəfə alındı. Bilirsiniz necədir? Bu mexanizm sadəcə yuxarıdan gələn qadağalarla işləmirdi. Bu, cəmiyyətin daxilində qurulmuş dəhşətli bir psixoloji terror maşını idi. Yəni, ədəbiyyat bölündü iki yerə. Partiyaya uyğun olan mütərəqqi və milli hissləri oyadan mürtəcə ədəbiyyat. Və o mürtəcə siyahısına da romantiklər düşdü. Düzdür. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Mişfiq, Abdullah Şaiq, onlara pantürkist, burjuvaziya nökəri kimi damğalar vuruldu. Bəs niyə məhz pantürkist damğası, yəni niyə başqa bir şey yox məhz bu? Çünki Sovet imperiyası parçalanmış lokal kimliklər üzərində qurulurdu. Böyük, vahid bir türk mədəniyyəti, ortaq dil ideyası Moskvanın nəzarəti üçün çox böyük bir təhdid idi. Buna görə də pantürkizm sözü sadəcə ədəbi tənqid deyildi. Bu söz birbaşa dövlətə xəyanət, yəni güllələnmə və ya sürgün demək idi. Şairlərə qarşı ziyalıların öz əlləri ilə, yəni qəzet məqalələri ilə əsl bir insan ovu başlanmışdı. Bax, əsas maraqlı, bəlkə də ən qorxunc yer elə buradan başlayır. O daxili ov məsələsi Kəngərlinin kitabında çox tükürpədici detallarla təsvir olunur. Təsəvvür edin, rejim insanları elə bir psixoloji küncə sıxışdırır ki, şairlər sağ qalmaq üçün öz mənliklərini, hətta müəllimlərini inkar etməyə məcbur olurlar. Hə, o Əkrəm Cəfərin hekayəsi. Bəli. Kitabda Əkrəm Cəfər adlı bir şairin hekayəsi var, adamın doğrudan da qanı donur oxuyanda. Bu adam Sovet ideologiyasına yarınmaq, canını qurtarmaq üçün Ayrılıq adlı bir şeir yazır. Özü də açıq şəkildə öz ustadı Hüseyn Cavidlə vidalaşdığını elan edir. Yəni, klassik şeiriyyətdən qopduğunu yazır. Hə, bir sıralarında deyir ki, mənim şeirlərim o köhnə şahanəliyini atdı getdi Komsomola girdi. Təsəvvür edirsiniz, şeirin Komsomola girməsi və ya Səməd Vurğun kimi böyük bir istedadın sağ qalmaq üçün Hüseyn Cavidə ünvanladığı təhqiramiz sətirlər. İnsanlar qorxuda mənəvi cəhətdən əzilirdilər. Amma bilirsiniz, ən faciəvi tərəfi nədir? Əkrəm Cəfərin aqibəti. Ay sağ ol. Əkrəm Cəfər bu qədər keçmişini inkar etməsinə baxmayaraq, o Komsomola girmiş şeirlərinə baxmayaraq, Yenə də xilas ola bilmir. bəli, yenə də o repressiya qasırğasının qurbanı olur. Bax, bu totalitar sistemin əsl üzüdür. Yəni, onun heç bir rasional məntiqi yox idi. Sadəcə qorxu və terrorla işləyirdi. Bir dəfə hədəfə düşdünsə və salam, sənin necə bəraət axtarmağının artıq heç bir əhəmiyyəti qalmırdı. Yəni qaydaların dəyişməsi belə kömək etmirdi. Mən bunu bir növ belə təsəvvür edirəm. Təsəvvür edin, siz memarsınız, sizə deyirlər möhtəşəm bir gəmi tik. İllərlə əziyyət çəkib dövrün ən gözəl gəmisini tikirsiniz. Amma gəmini suya salacağınız gün hökumət qəfildən elan edir ki, su qeyri-qanunidir və kim gəmi tikibsə, dövlət xaini. Çox dəqiq bənzətmədi. Bəs yaxşı, şairlər emosional insanlardır. Mənə maraqlıdır, bəs alimlər necə? Məsələn, metodologiya ilə işləyən ədəbiyyatşünaslar, tutaq ki, Bəkir Çobanzadə kimi böyük bir türkoloq bu terrorun qarşısında öz elmi mövqeyini necə qorudu? Yoxsa onlar da təslim oldular? Sözün düzü, bu da o dövrün ən dərin yaralarından biridir. Çobanzadənin timsalında biz elmin dövlət maşını qarşısında necə əzildiyini görürük. Təslim olmaq şansı yox idi. Yəni, 20-ci illərin əvvəlində o, ümumtürk ədəbiyyatı konsepsiyasını açıq və cəsarətlə müdafiə edirdi. Sübut edirdi ki, Qazax, Qırğız, Azərbaycan türklərinin dili eyni kökdən gəlir. Bəs 30-cu illərdə
Mühit dəyişəndə nə oldu? Mühit dəyişəndə və panturkizm təhdid elan olunanda Çobanzadə məcbur oldu. Ailəsini qorumaq, sağ qalmaq üçün o öz elmi keçmişindən, öz fəlsəfəsindən geri çəkildi. O da inkar etdi yəni. Bəli, mənbəmiz detallı göstərir ki, o da öz çıxışlarında Füyuzat məktəbini, romantikləri tənqid etməyə başladı. Sovet metodologiyasını qəbul etdiyini nümayiş etdirirdi. Amma ən dəhşətlisi nədir? Bütün bu kompromislərə, elmi mənliyini sındırmasına rəğmən o da xilas ola bilmədi. O da güllələndi. Dəhşətdir. Yəni, insanın öz zəkasına qarşı xəyanət etməyə məcbur buraxılması. Əsl intellektual terror. Lakin fizikada bir qanun var. Enerjini məhv etmək olmur. Nə qədər kitabları yandırsalar da, insanları gecə ilə aparsalar da, ideyaları güllələmək qeyri-mümkündür. Və kitabda çox aydın görünür ki, Azərbaycanda qapılar bağlananda bu ideyalar sərhəddən kənara çıxdı. Əsasən də Türkiyəyə. Bəli, Türkiyəyə mühacirət edən ziyalılar vasitəsilə yaşadı. Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu kimi şəxslər bu məşəli qorudular. Burada mənim diqqətimi çox maraqlı bir detal çəkdi. Rəsulzadə o vaxt Bakıda oturub onlara qarşı yazılar yazan o Sovet ədəbiyyatşünaslarına sadəcə tənqidçi demirdi. O onlara çekist ruhlu Sovet tənqidçiləri deyirdi. Çox yerində deyilmiş bir sözdür. Çünki ÇK o qorxunc Sovet gizli polisi idi. Rəsulzadə bununla deyirdi ki, bu adamlar alim və ya ədəbiyyatşünas deyillər, bunlar qələm tutmuş polislərdir, cəlladlardır. Yəni, şeirin qafiyəsini yox, içində xəyanət maddəsini axtarırdılar. Məsələ. Mühacirətdəkilərsə azad dünyanın imkanları ilə bu irsi gələcək nəsillər üçün qoruyub saxlayırdılar. Onlar bilirdilər ki, gün gələcək, o dəmir pərdə çökəcək. Və o gün gəlir də 1980-ci illərin sonu, 90-cı illərdə o müstəqillik güləkləri əsir, dəmir pərdə çökür. Ən əsası da odur ki, o 70 il bağlı qalmış üstünə məxfidir yazılmış arxivlər açılır. Və burada doktor Ofeliya Bayramlı kimi fədakar tədqiqatçılar səhnəyə çıxır. Onların xidməti doğrudan da əvəzsizdir. Təsəvvür edin, onlar arxivlərin tozunu silib, Əli bəy Hüseynzadənin o gizlədilmiş irsini elmə qaytarırlar. Amma mənbəni oxuyanda orada az qala detektiv romanlarına bənzəyən çox maraqlı bir elmi xəta hadisəsi diqqətimi çəkdi. Hə, o Namiq Kamalın şeiri məsələsi. Ay sağ ol. O hekayəni dinləyicilərimiz üçün biraz aça bilərsiniz? Əlbəttə, bu prosesin əslində necə mürəkkəb olduğunu göstərir. Təsəvvür edin, 90-cı illərdə arxivlər açılanda alimlərin qabağında heç bir istinad mənbəyi yox idi. Və Füyuzat jurnalında belə bir misra tapırlar. Meftin sana hande xalqa matəm, yəni ölümün sənə təbəssüm, xalqa matəmdir. Aha. Bəzi müasir tədqiqatçılarımız bunu görən kimi dərhal Əli bəy Hüseynzadənin və ya başqa bir türk şairinin adına çıxararaq məqalələr yazırlar. Amma sonradan çox dərin araşdırmalardan sonra məlum olur ki, bu əsər əslində məşhur türk mütəfəkkiri Namiq Kamalın ərəbcədən tərcümə etdiyi bir şeirdir. Əli bəy də bunu sadəcə öz məqaləsinin əvvəlinə epiqraf kimi, yəni ön söz kimi qoyubmuş. Bax, mən burada dayanmaq istəyirəm. Kənardan bu sadəcə kiçik bir texniki səhv kimi görünə bilər. Amma gəlin bir dərindən düşünək. Bu nə anlama gəlir? Tarixi 70 il silinmiş bir arxivi bərpa etmək necə bir hissdir? Yəni, Namiq Kamalın şeirinin başqasına aid edilməsi kimi kiçik görünən detallar əslində tarix yazımında buraxılan o nəhəng, qorxunc boşluğun sübutu deyilmi? Tamamilə elədir. Yəni, bu mənə nəyi xatırladır bilirsiniz? Dəhşətli bir avtomobil qəzası keçirib yaddaşını itirən bir adam düşünün. İllər sonra yaddaşı qırıq-qırıq geri qayıdır, bəzən adamların üzlərini səhv salır, amma yenə də özünün kim olduğunu xatırlamağa çalışır. Bax, o arxivlərin bərpası eyni ilə buna bənzəyir. Çox təsirli bənzətmədir və 100% yerinə düşür. Bu cür xətalar həmin o 70 illik qopmanın, yəni mədəni lobotomiyanın simptomlarıdır. Amma bu vəziyyət bizə çox böyük fəlsəfi bir həqiqəti də göstərir. Bilik, arxivlər rəflərdə qapalı qalanda heç bir məna kəsb etmir. Onlar ancaq dərk ediləndə dəyər qazanır. Bəli, düzgün təhlil olunanda. Və o qaranlıq dövr bizə sübut etdi ki, dövlət arxivləri məhv edə bilər, kitabları yandıra bilər, amma yaddaşlarda qalan ideyaları silmək mümkünsüzdür. İdeyalar sanki torpağın dərinliyindəki bir toxum kimidir.
qışın bitməsini gözləyir, mühit dəyişən kimi, o repressiya buzları əriyən kimi o toxumlar yenidən cücərir. Və o alimlərin, Ofeliya Bayramlının etdiyi işdə məhz o toxumları tapıb, təmizləyib, yenidən cəmiyyətin torpağını əkməkdir. Çox gözəl dediniz. Məhz bu cücərmə prosesi bir xalqın yenidən ayağa qalxmasıdır. İndi isə yavaş-yavaş gəlin bu dərin səyahətimizi yekunlaşdıraq. Bütün bu danışdıqlarımızdan əsas dərslərimiz nə oldu? Birincisi, gördük ki, ədəbiyyat heç də sadəcə romantik bir incəsənət növü deyil. O, millətin var olma alətidir. İkincisi, öyrəndik ki, totalitar sistemlər həmişə tarixi öz xeyrinə yenidən yazır, qəhrəmanları xain elan edir. Və üçüncüsü, ən qaranlıq dövrdə belə o yaddaşı qoruyan, bərpa edən fədakar insanların nə qədər vacib olduğu. Bir də mən xüsusi qeyd etmək istəyirəm ki, məlumatın necə manipulyasiya edildiyini bilmək sadəcə keçmişi yox, elə bugünkü günümüzü anlamaq üçün də çox vacibdir. Tarix muzey eksponatı deyil, o bizim bugünümüzü də izah edir. Əla nöqtədir. Məhz buna görə də mən verilişimizi bitirərkən birbaşa sənə, yəni bizi dinləyən sənə müraciət etmək istəyirəm. Bugün biz hamımız internetdə, sosial şəbəkələrdə çox böyük bir informasiya selinin içindəyik. Saniyədə minlərlə xəbər oxuyuruq. Yəqin ki, bu təhlildən sonra hər oxuduğumuza dərhal inanmamağın, tənqidi düşünməyin nə qədər həyati vacib olduğunu daha dərindən hiss edirsən. Əli bəy Hüseynzadəlin, romantiklərin yaşadıkları bizə sübut edir ki, bizə mütləq həqiqət kimi sırınan hər mətnin arxasında görünməyən bir siyasi təzyiq ola bilər. Düzdür. Hər zaman düşünmək lazımdır ki, bu məlumat mənə niyə verilir? Bu kimin xeyrinədir? Şübhəçi olmaq həmişə lazımdır. Buna qətiyyən şübhə yoxdur. Və elə bu düşüncə ilə də bugünkü tədqiqatımızı səni tək başına düşünməyə sövq edəcək, bəlkə də biraz narahat edəcək bir sualla bağlamaq istəyirəm. Təsəvvür et, biz bugün gördük ki, əgər 20-ci əsrin əvvəllərində yaşamış böyük bir nəslin ədəbi qəhrəmanları sadəcə 10 il içində dövlət təbliğatı ilə silinib, ən iyrənc adlarla xalq düşməni elan edilə bildisə, indi bir anlıq öz dövrümüzü düşün. Bugün sənin də bizim də inandığımız, pərəstiş etdiyimiz və ya kütləvi şəkildə nifrət etdiyimiz hansı müasir mədəniyyət hərəkatları gələcəkdə tamamilə fərqli xatırlanacaq. Bəlkə də 100 il sonra tarixçilər arxivləri açanda bugün bizim göylərə qaldırdığımız şeyləri iyrənc bir yalan, şiddətlə rədd etdiyimiz və düşmən bildiyimiz fikirləri isə əsl qəhrəmanlıq adlandıracaqlar. Sırf inandığımız ideyalara görə sabah tarixin hansı səhifəsində mühakim olunacağımızı kim əminliklə deyə bilər? Bunu bir dərindən düşün. Hələlik.